Deməli qardaşlar, navesi yığmışdıq. Bu günlərim gətirib darvaza qoymuşlar. Yəni navesin gözəlliyinə baxın. Naves 2 mərtəbəlidir. Ev yox ha. Naves 2 mərtəbəlidir. Yəni orada müəyyən boşluqlar var. O belə qabaqdan baxanda görmürəm. İsti hava yuxarıdan çölə çıxır. Navesin altı həmişə sərin qalır. Özünüz bir də qiymət verərsiniz. Sizdə necə alınıbdır? Videolarımızda bunun əvvəlki vəziyyətləri var. Məhlə yekunlaşıb, tam etdə vurulub, müəyyən qədər remont işləri gedib daha gözəl görsənir. Allah çoxlu xeyir versin müştəriyə. İstədiyiniz bütün bölgədən yaza bilərsiniz. Bütün bölgələrə gedib işləyə bilirik, böyük ölçülərdə. İndi hal-hazırda səhər inşallah Şəkidə olacağım bu gün ayın 7-si olmalıdır. İyunun 7-si. Ondan sonra Mingəçevirdə navesimiz var 2 dənə. Daha sonra Lənkərana gedəsik Allahın izni ilə. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənərək səhifəyə takip ataraq dəstəyinizi bildirə bilərsiniz.